Xocavənd əməliyyatının ildönümündə 7 kəşfiyyatçı hərbçimizin şəhadəti ucaldığı əraziyə səfər təşkil olunub. Şəhidlərin xatirəsi və hərb tarixinin nümunə olan qəhrəmanlığı bir daha xatırlanıb. Müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatının xətti ilə təşkil edilən səfərdə şəhid ailələri, qazi və veteranlar iştirak ediblər. Yuxarı Güzlək kəndi ərazisində Xocavənd əməliyyatı şəhidlərinin xatirəsinə salınan güşə ziyarət edilib. Çıxış edənlər qəhrəman hərbçilərimizin keçdiyi şərəfli döyüş yolundan danışıblar. Bildirilib ki, 1997-ci il aprelin 7-sində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin əmri ilə 2 kəşfiyyat qrupu xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilib. Tapşırığın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqqında məlumatların toplanması, hərbi eşelonlarında istehkam mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub. Birinci qrup tapşırığı yerinə yetirərək itkisiz qayıdıb. Leytenantlar Elxan Ağayev və Vüqar Yarəhmədov, çavuşlar Anar Rzayev, Dinar Mustafayev, Akşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Aqil Əhmədovdan ibarət olan ikinci qrup Füzuli rayonu Horadiz istiqamətindən təmas xəttini keçib və təxminən 40-50 kilometr yol qət edərək döyüş tapşırığı yerinə yetiriblər. Lakin geri qayıdarkən Füzuli rayonunun Yuxarı Güzlək kəndi ərazisində düşmən tərəfindən aşkarlanıb. 1997-ci ilin aprel ayında düşmən arxasında xüsusi döyüş tapşırığını yerinə yetirərkən əməliyyatın 3-cü günü qrup düşmən tərəfindən aşkar olunur və qrup məcburi açıq döyüşə girməli olur və qrupun 7 üzvü qəhrəmancasına şəhid olur. Və mən də ağır yaralanıram, huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürülürəm. 1 il 11 ay orada saxlandıqdan sonra Ulu Öndər Heydər Əliyevin köməyi ilə onun səyi nəticəsində dəyişdirilərək vətənimə gətirilirəm. Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız 6 aydan sonra almaq mümkün olub. Onlar Bakıdakı 2-ci şəhidlər xiyabanında dəfn olunublar. Onların hər biri həmin dövrdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə Azərbaycan bayrağı ordeni ilə təltif ediliblər. Neçə illəridir biz bu yerlərin həsrəti ilə yaşayırdıq. Həmişə inanırdıq ki, bizim oğullarımız kimi qəhrəman oğulların sayəsində bizim o cür prezidentimiz var. Onun sayəsində, onun yumruğunun sayəsində bizim dövlətimiz bütövləşəcək. Yəni bizim bu torpaqlar alınacaq. Biz də həmin yerləri ziyarət eləyəcəyik. Çox şükür ki, bu günə biz bəli 25 ildən sonra həmin torpağı ziyarət elədik. Gəldi, sanki həmin uşaqlar elə durub burada bizi gözləyir. Qeyd edək ki, 2-ci Qarabağ müharibəsində rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra Xocavənd əməliyyatı şəhidlərinin xatirəsinə onların şəhid olduğu ərazidə bulaq tikilib və simvolik bir güşə yaradılıb.